Hansı sözlərin amonim mənaları eyni nitq hissəsinə aiddir? Cır sözü, cırmaq feili var. Bir də cır sifət kimi yabanı bitkilərə deyilir. Ətək amonim deyil, kəsir ümumiyyətlə amonim deyil. Qıyıq, bəstə, yara. Burada bu sözlər amonim olsa da mənaları fərqli nitq hissələrinə aiddir. Qıyıq sifət kimi, bir də isim kimi, bəstə də həmçinin sifət kimi balaca, bir də bəstə musiqi bəstəsi isimdir. Yara isə yaramaq feili, bir də yara ismi kimi işlənir. Nəfis, müxtəsər, çən. Burada nəfis sözü amonim deyil. Müxtəsər sözü yenə də amonim deyil. Çən sözü isə amonim olsa da bu variantı götürə bilmərik. Oynaq bir mənası sifətdir. Oynaq musiqi bir mənası isə oynaq isimdir. Sümük deməkdir. Hava İkisi də isim olsa da yenə də bu variant uyğun gəlmir. Çünki qax sözünün də bir mənası fel, bir mənası isimdir. Cavabımız bu variant olacaq. Yal bir atın saçlarına deyilir, bir də itə verilən yeməyə deyilir. Hər ikisi isimdir. Əsər biri var, yazıçının yazdığı, ərsəyə gətirdiyi əsər. Bir də əlamət, nişanə mənasında işlənir, əsər əlamət. Qayın isə qohumluq bildirir, bir də qayın ağacı var. Yəni bütün mənaları isim olduğu üçün cavabımız bu variant hesab olunur.